الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Deməli, əziz və dəyərli müsəlmanlar, cənnətin qapıları üzünə açılaraq xoşbəxt olan, yəni cənnətin 8 qapısı üzünə açılaraq xoşbəxt olan kimsələr barəsində qısaca danışacağıq və həmçinin bu qapılardan çağırılan kimsələr barədə və ola bilsin ki, yəni kimdəsə bu əməllərə qarşı hərislik artar və bu qapıdan daxil olan kimsələrdən olmaq istəyər. Və Allahdan istəyir ki, Allah Teala qiyamət günü bizləri bu qapılardan daxil olan qullarından etsin. Deməli, ilk öncə şəriətdə, yəni qapının, cənnətin qapılarının sayı barəsində Səhih Müslimdə keçən rəvayətdə gəlib, hədisdə gəlib 8 qapı olması. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, futihət ləhu əbvəbul cənnəti thəmaniyyə. Deyir ki, yəni o kimsəyə cənnətin 8 qapısı açılar. Yəni bu hədisdə bizə nəyi göstərir? Yəni cənnətin 8 qapı olmasını. Və həmçinin digər rəvayətlər də var ki, onlar da buna dəlalət eləyir. Və sonra cənnətin qapılarının adları barəsində bəzi alimlər ictihad eləyiblər. Naslarda varid olanlardan əlavə adlar da zikr eləyiblər. Hətta 20-yə yaxın ad zikr edən alimlər var. Lakin bizə mühüm olan nədir? Quran və sünnədə gələn cənnətin qapılarının adları barəsindədir. Deməli, necə ki, hədisdə gəldiyi kimi, yəni cənnətin 8 qapısı var və Allah Elçisi sallallahu aleyhi və səlləm hədisə buyurur ki, yəni birinci qapı namaz qapısıdır, ikinci cihad qapısıdır, üçüncü Rayyan qapısıdır, yəni oruç tutanların daxil olduğu qapıdır, dördüncüsü sədəqə qapısıdır. Və bu hədis Əbu Hureyra radiyallahu anhdan gələn hədisdir. Fəmən kənə min əhli salati du'iyyə min bəbis salə. Allah Elçisi sallallahu aleyhi ve sellem buyurur ki, yəni kim xeyir əhlindən olarsa, qiyamət günü cənnətin qapılarından bir qapıdan çağırırlar. Və namaz əhli olan kimsələr qiyamət günü namaz qapısından çağırırlar. Cihad əhli olan kimsələr qiyamət günü cihad qapısından, oruc əhli olan kimsələr qiyamət günü Rayyan qapısından və sədəqə əhli olan kimsələr, yəni çoxlu sədəqə verən kimsələr sədəqə qapısından çağırılacaqlar. Və həmin vaxtda Əbu Bakır radiyallahu anhu deyir ki, bi əbi əntə və ummi ya Rasulallah, mə alə mən du'iyyə min tilkəl əbvəbi min darura, fəhəl yud'a əhədun min tilkəl əbvəbi kullihə. Deyir ki, yəni bu qapılardan hər hansısa bir qapıdan çağırılmaq zəruridirmi? Yəni elə bir kimsə olacaqmı ki, bu qapıların hamısından çağırılsın? Və Allah Elçisi sallallahu aleyhi ve sellem buyurur ki, udxiləl cənnətə min ümmətikə mən lə hisabə aleyhi minəl bəbil əyməni min əbvəbil cənnə və hum şurakəun linnəsi fīmə sivə zəlikə minəl əvvəb. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyilir ki, ey Muhammed, ümmətindən sorğu-sualsız, hesabsız cənnətə daxil olan kimsələri cənnətin sağ qapısından daxil et. Onlar oradan daxil olsunlar. Və onlar insanlara şərik olacaqlar, lakin bəzilərindən seçiləcəklər. Və sonra Allah Elçisi sallallahu aleyhi və səlləm buyurur ki,
La havle ve la kuvvete illa billah hadisu Qays ibn Sa'd ibn Ubade enne abahu dafa'ahu ilen nebi sallallahu aleyhi ve selleme yahtumuhu. Kale femarra bi ennebiyyü sallallahu aleyhi ve sellem ve kad salleytu fedarabeni biriclihi. Ve kale ela edulluke ala babi min ebvabil cennet. Deməli, Qays ibn Sa'd radiyallahu anh'a gələn hədisdir. Deyir ki, atam məni Peyğəmbər sallallahu aleyhi və səlləmə xidmət etmək üçün onun yanında qoymuşdu. Onun yanına göndərmişdi. Və bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm mənim yanımdan keçərkən ayağı ilə məni itələdi belə və dedi ki, mən sənə cənnətin qapılarından bir qapı barəsində xəbər verimmi? Və mən də dedim ki, əlbəttə Allahın elçisi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, la havlə və la quvvətə illə billah. La havlə və la quvvətə illə billah. Yəni bu 6-cı olaraq hədisdə keçir. Və 7-ci Babul validi və dəlilü aleyhi mə əxracahu Tirmizi fi sunanihi an Əbi Darda qal ənə rəculən ətəhu fəqalə innə li imra'atun və innə ummi tə'murini bi talaqihə fəqalə Əbu Darda da'un semi'tu Rasulullah sallallahu aleyhi ve sellem yaqul el-validu awsatu abwabil cennə fə in şi'tə fəəda' zəlikəl bab əv əhfazhu. Deməli, 7-ci qapı, yəni valideyn qapısı olaraq gəlir. Yəni bu cür adlandırıblar alimlər. Yəni buna da dəlil İmam Tirmizinin rivayet etdiyi hədisdir. Əbu Darda radiyallahu anh deyir ki, bir gün bir kişi onun yanına gəlir və deyir ki, həmin kişi deyir ki, mənim yoldaşım var, zövcəm var və mənim anam mənə onu boşamağı əmr eləyir. Əbu Darda radiyallahu anh deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Valideyn cənnətin orta qapısıdır. Əgər istəsən o qapını qoruyarsan, açarsan, əgər istəməsən onu zay edərsən. Və sonra deməli İbn-i Qayyim rahimehullah bu mövzuda maraqlı bir məsələyə toxunur. Və deyir ki, وَتَأَمَّلْ قَوْلَهُ سُبْحَانَهُ جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةٌ لَهُمُ الْأَبْوَابِ مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ. Allah Teala Quran-ı Kərimdə buyurur ki, cənnətin qapıları onların üzünə açıq olacaq. Yəni cənnət əhlinin və onlar taxtlar üzərində dirsəklənərək müxtəlif növ içkilərdən və meyvələrdən istəyəcəklər, tələb eləyəcəklər. Keyfə tecidu təhtəhu mə'nən bədi'ən. Deyir ki, düşünün, deyir ki, bunun necə, yəni bu ayədə necə dərin bir mənalar var. Və huvə ennəhum İzə dəxalul cənnətə ləm tuğlaq əbvəbuhə aleyhim. Yəni cənnət əhli cənnətə daxil olduqdan sonra onlara cənnətin qapısı bağlanmayacaq, açıq qalacaq. Yəni onlar ora daxil olanda da və daxil olduqdan sonra da qapı açıq olacaq. Necə ki, ayə buna dəlalət eləyir. Yəni cənnət əhli cənnətə gəlməmişdən öncə cənnətin qapısı açıq olacaq. Və onlar ora daxil olduqdan sonra da qapı açıq qalacaq. Yəni bunda nəyə işarə var? İşarə var ki, yəni bir əlamət var ki, məna var ki, yəni cənnət əhli bir-birləri arasında gedib gələcəklər. Buna bir məna, bir əlamət var. Və həmçinin mələklər istədikləri vaxtda onların yanlarına daxil olacaqlar. Və bu da ki, Allah Taala'dan onlar üçün olan bir lütfdür və mərhəmətdir. Və həmçinin işarə var ki, yəni bu ayədə cənnətin qapıları onlara bağlı olmayacaq girdikdən sonra da. Çünki bu əmin diyardır. Artıq yəni bağlanmağa ehtiyac yoxdur. Bağlanan diyar əminlik olmayan diyardır. Amma bir yer ki bağlanmırsa, deməli orada əminlik var. Necə ki dünyada ikən insanların buna ehtiyacı var. Və cənnətin qapılarının açılması barəsində həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olub ki, Ramazan ayında cənnətin qapılarının açılması və Allah elçisi sallallahu aleyhi və səlləm deyir ki, Ramazan ayı daxil olduğu zaman cənnətin qapıları açılır və cəhənnəmin qapıları bağlanır və inadkar şeytanlar zəncirə vurulur. Və həmçinin yenə başqa bir hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həftənin
birinci və dördüncü günləri cənnətin qapılarının açılması. Yevmul isneyn vəl xamis. Birinci və dördüncü günləri. Və Allah elçisi sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Tuftahu abvabul cənnəti kullə yevmi isneynin və xamisin feyuğfaru fi zəlikəl yevmeyni likulli abdin la yüşriku billahi şeyən illə mən beynəhu və beynə əxihi şəhnə feyuqalu ənziru hədeyni həttə yəstalihə. Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, hər həftənin birinci və dördüncü günləri cənnətin qapıları açılır. Və həmin günlərdə, birinci və dördüncü günlərdə möminlərin əməlləri Allaha ərz olunur. Və həmin 2 gündə hər kəs bağışlanır, yalnız Allaha şərik qoşan və aralarında düşmənçilik və küslük olan kimsələrdən başqa. Və onlar barəsində deyilər ki, onları arasını, yəni onların əməllərini qəbul etməyin, hətta onların arası islah olana qədər. Yəni onlar barışana qədər onların əməllərini qəbul etməyin. Yəni nə əməllər qəbul olunmur, nə də insan, Allah qorusun, bağışlanmır. Və həmçinin cənnətin qapıları ilk açılan kimsə Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Yenə bu hədisdə gəlib. Ənəs radiyallahu anhdan gələn hədisdir. Və Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, Əti bəbəl cənnəti yevməl qiyaməti fəəstəftihu fəyəqulu xazinu mən əntə fəəqulu Muhammedun fəyəqulu bikə umirtu la əftəhu li əhədin qabləkə. Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü olduğu zaman mən cənnətin qapısının qarşısına gələcəm və qapının açılmasını əmr edəcəm və cənnətin gözətçisi mənə deyəcək ki, sən kimsən? Deyəcəm ki, Muhammedəm və o da deyəcək ki, mənə əmr olunub ki, səndən əvvəl heç kimə qapını açmayım. Səndən əvvəl heç kimə qapını açmayım. Bu da onu göstərir ki, yəni cənnətin qapısı ilk açılan kimsə Peyğəmbər sallallahu aleyhi və səlləm olacaq. Və həmçinin cənnətin açarları barəsində Vahb ibn Münebbih rahimullaha deyilir ki, Əleysə miftahul cənnəti la ilahe illallah qalə bələ və lakin leysə min miftahin illə və ləhu əsnanun fəin əteytə bi məfatihin ləhu əsnan futihə ləkə və illə ləm yuftəh. Vahb ibn Münebbih rahimullah böyük tabeinlərdən olub. Vahb ibn Münebbih rahimullahın Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvat etdiyi hədisləri əli ilə yazmışdı. Hamısını qeyd eləmişdi. Yəni yazılı formada. Və Vahb ibn Münebbih rahimullah demək olar ki, yeganə mühəddislərdəndir ki, onun o yazdığı qeyd aldığı hədislər hamısı Səhih Buxariyə əlavə olunub. Hamısı Səhih Buxaridədir. Yəni onlar hamısı orada var. Vahb ibn Münebbih rahimullah. Və ona deyilir ki, cənnətin qapısının açarı La ilahe illallah deyilmi? O da deyir ki, bəli. Lakin elə bir açar yoxdur ki, onun dişləri olmasın. Əgər sən açarın dişlərini gətirərsənsə, yəni açar gətirərsən və onun dişləri olarsa, sənə qapı açılar. Əgər olmazsa, onda qapı sənə açılmaz. İbn-i Qeym rahimullah buyurur ki, وَقَدْ جَعَلَ اللّٰهُ سُبْحَانَهُ لِكُلِّ مَطْلُوبٍ مِفْتَاحًا يَفْتَحُ بِهِ فَجَعَلَ مِفْتَاحَ الصَّلَاةِ الطَّهُورِ. Deyir ki, Allah subhanahu taala hər bir tələb olunan işdən ötəri açar qoyub. Yəni ki, sən bu açarla bu işi açasan, bu işi yoluna qoyasan. Eləcə də deyir ki, namazın açarını da dəstəmaz edib, təmizlik edib. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, miftahus salati at-tahara. Namazın açarı, yəni təmizlikdir, paklanmaqdır, dəstəmazdır. Və miftahul həcci el-ihram. Həccin açarı ehrama girməkdir. Yaxşılığın açarı sadiq olmaqdır.
və cənnətin açarı da tövhiddir və elmin açarı da gözəl sual vermək və həmçinin gözəl dinləməkdir. Və həmçinin Əbu Musa Əl-Əşəri radiyallahu anhdan gələn hədisdə Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, İnnə əbvəbəl cənnəti təhtə zilalis suyuf. Həqiqətən cənnətin qapıları, yəni qılıncların kölgələri altındadır. Yəni bir növ burada, yəni Allah yolunda vuruşmağa həvəsləndirmək var. Yəni bu hədislərdən də görsənən nədir? Cənnətin açarları, yəni bu barədə şəriətdə varid olması. Sonra deməli 9-uncusu, yəni cənnətin qapıları üzünə açılan kimsələr. Səvfə uriduhum icmələn bi ixtisarin, thumma ba'da səəzkurul əhəditə bi təmamiha və əlfazihə və uhavilul kələmə fil həşiyyəti ma minkum min əhədin yətəvadda'u fəyəbluğu əv fəyəsbuğul vudu thumma yəqul əşhədu ən la iləhə illallah və ənə Muhammedən Rasulullah və ənə Muhammedən Abdullahi və Rasuluhu أو من توضأ فقال أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله من قال أشهد أن لا إله إلا الله. Deməli, hədisdə gəlib, Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, sizdən kim dəstəmaz alarsa, gözəl şəkildə dəstəmaz alarsa və deyərsə, Əşhədu ən la iləhə illallah və ənə Muhammedən Abdullahi və Rasuluhu. Yəni, belə də gəlib, bu cür ləfzdə də gəlib və həmçinin Əşhədu ən la iləhə illallah vəhdehu la şərikə ləh və əşhədu ənə Muhammedən Abdullahi və Rasuluhu. Bu cür ləfzdə də gəlib. Və həmçinin gəlib ki, və ənə İsə Abdullah və ibnə ümmətihi. Həqiqətən İsa da Allahın quludur. Bu cür gəlib. Deyərsə, mən abadallaha la yüşriku bihi şeyən fəəqamə salətə və ətə zəkətə və səmiə və ətaə مَا مِنْ عَبْدٍ يَمُوتُ لَهُ ثَلَاثَةٌ مِنْ وَالِدٍ لَمْ يَبْلُغُ الْجَنَّةِ. Hədisin sonunda gəlir ki, yəni gözəl şəkildə dəstəmaz alar və bu zikri deyərsə, cənnətin 8 qapısı ona açılar. Cənnətin 8 qapısı ona açılar. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, kim Allaha ibadət edər və ona şərik qoşmazsa, namaz qılarsa və zəkat verərsə, eşidib itaət edərsə əmri sahiblərinə, ona cənnətin 8 qapısı açılar. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm yenə hədisdə buyurur ki, kim öldüyü zaman 3 övladı qalaraq ölərsə, cənnətin qapıları ona açılar. Və yenə Allah elçisi sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, mən laqiyallaha la yüşrik bihi şeyən وَلَمْ يَتَنَدَّمْ بِدَمٍ حَرَامٍ. Yəni kim Allahla qarşılaşdığı zaman Allaha şərik qoşmadan qarşılaşarsa və bir kimsənin qanı üzərində olmadan peşmançılıqla, yəni Allahla görüşməzsə, yəni kimisə qətlə yetirmək və yaxud da ki zülm etməklə cənnətin 8 qapısı ona açılar. Və yenə Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, İzə sallətil mər'atu xamsəhə və samət şəhrəhə və hasanət fərcəhə və ətaət bə'ləhə futihət ləhu əvvəbul cənnəti thəmaniyə. Qadın 5 vaxt namazını qılarsa, yəni baxın, yəni nə qədər də qadınlar üçün yəni xoş olacaq hədisdir, lakin təəssüflər olsun, əksər qadınlar bunu belə yerinə yetirmirlər. 5 vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, iffətini qoruyarsa, ərinə itaat eləyərsə, cənnətin 8 qapısından ona çağırırlar, yəni və yaxud da ki 8 qapısından birisindən ona deyirlər ki, daxil ol deyirlər. Yəni baxın, 5 vaxt namaz zaten yəni bunu qılırlar. Ramazan orucu zaten tuturlar. İffət var, amma itaətə gələndə görürsən ki, artıq yəni təəssüflər olsun, əksər müsəlman qadınlar səhlənkarlığa yol verirlər. Bu hədisi eşidəndə adamın qadın olması ürəyindən keçir. Yəni belə asandır. Yəni bu qədər asandır, baxın.
Yəni 8 qapısı, cənnətin 8 qapısından çağırılmaq. Və burada, yəni baxın, heç, yəni hədisə diqqət yetirsəz, xüsusən nədir? Əs-salavatul xams, 5 namaz dedi. Demədi nafilə namaz, demədi gecə namazı, 5 namaz. Həmçinin solmu Ramadan dedi. Ramazan orucu. Demədi ki, gündüzləri oruç tutar. Yəni, yox. Yəni, fərzlərlə kifayətləndi də. Heç ümrəsini, zəkatını, həccini, sədəqəsini bunları zikr eləmədi. Yəni, böyük bir əməllər zikr olunmur. Böyük bir əməllər zikr olunmur. Deməli, biraz öncə keçdi hədisdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim gözəl şəkildə dəstəmaz əzalarını yuyaraq, kamil şəkildə dəstəmaz alarsa və deyərsə ki, əşhədü ən la ilahə illallah və ənə Muhammədən Abdullahi və Rasuluh, ona cənnətin 8 qapısı açılar. Və ona deyilər ki, hansı qapıdan istəyirsənsə daxil ol. Və bu İmam Müslimin rivayətidir. Və yenə başqa bir rivayətdə gəlir ki, əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləhu və əşhədü ənə Muhammədən abduhu və rasuluh. Və deməli, yəni şeyxlər buyururlar ki, hər iki rivayət sabitdir. Hər iki rivayət Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih gələn rivayətlərdir. Sonra yenə biraz öncə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, kim Allaha ibadət eləyər və ona heç bir şeyi şərik qoşmaz, namaz qılar və zəkatını verər və əmir sahiblərini eşidib itaat edərsə, Allah Taala onu cənnətin hansı qapısından istərsə oradan daxil eləyər. Və cənnətin 8 qapısı var. Cənnətin 8 qapısı var. Və hədisin sonunda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Allaha ibadət eləyərsə, ona heç bir şeyi şərik qoşmazsa, namaz qılar, zəkat verər, eşidər, amma asi olarsa, yəni baxın, eşidər, amma asi olarsa, yəni itaat etməzsə, onun deyir ki, işi Allaha qalıb. İstəsə onu bağışlayacaq, istəsə ona əzab verəcək. Deməli, burada xüsusən hədisdə vurğulanan, yəni mühüm olan eşidib itaat olunmasıydı. Yəni sadəcə namaz, zəkat bunlar deyildi. Eşidib itaat olunması. Ola bilsin məqama uyğun varid olan hədisdir. Biraz öncə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, indi bu hədislərin hamısını oxumuq, çalışırıq, yəni qısa olsun, çox da uzun olmasın. Uqbə ibn Amir radiyallahu anh'a gələn hədisdir və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Rəbbi ilə görüşdüyü zaman Allaha şərik qoşmadan görüşərsə Rəbbi ilə və bir kimsənin qanını axıtmadan gələrsə, Allah Taala onu cənnətin hansı qapısından istərsə ondan da daxil edər. Allah Taala onu cənnətin hansı qapısından istərsə, yəni istərsə burada Allaha yox, insana qayıdır. Yəni o hansı qapıdan daxil olmaq istərsə, Allah Taala onu oradan daxil edər. Aydındır? Yəni qul hansı qapıdan daxil olmaq istəyərsə, Allah Taala da onu oradan daxil edər. Və yenə biraz öncə keçən o 8 qapı hədislərindən Əbu Hureyra radiyallahu anh'dan gələn hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qadın 5 vaxt namazını qılarsa və həmçinin şərtlə deyir, Ramazan orucunu tutarsa, iffətini qoruyarsa və ərinə itaat eləyərsə, cənnətin hansı qapısından istərsə oradan daxil olar. Cənnətin hansı qapısından istəyərsə, qadın oradan daxil olar. Və bu da həmçinin sabit hədisdir. Səhih varid olan hədisdir. Cənnətin 8 qapısından çağırılan kimsələr və həmçinin 8 qapısından daxil olan kimsələr barəsində olan mövzuydu. Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Subhanahu taala bizləri bu qapılardan çağırılan qullarından etsin. Allah Subhanahu taala bizləri sorğu-sualsız, haqq hesabsız bu qapılardan daxil olan bəndələrindən etsin.
Subhaneke Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruke ve etubu ileyk.